Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Çıxışı zamanı Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu deyən dövlət başçısı bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlanmasının nəzərdə tutulduğunu da vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna, avtomobil yollarına, dəmir yolu xəttlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə açıq dənizlərə çıxış olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat logistika mərkəzlərindən birinə çevrilib. Türkiyə və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan üzərindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Kars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verdiyini vurğulayan dövlət başçısı hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlərin davam etdirildiyini bildirib. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan, Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yük aşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbul etmə imkanı olan kargo terminalı inşa edilir. Azərbaycanın COP29-da qlobal cənubla qlobal şimal arasında körpü qurmağa müvəffəq olduğunu deyən Prezident İlham Əliyev Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildiyini də vurğulayıb. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə bəyannamə imzalanıb. Bəyannamə 71 bənddən ibarətdir. Budapeştdə Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai beynəlxalq mükafatı ilə təltif olunması mərasimi də keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.